Bilirsiniz, böyük imperiyalar çökəndə onların külləri arasından çox vaxt yeni, gözlənilməz güclər yaranır. Bax, Makedoniyalı İskəndərin o nəhəng imperiyası dağılanda, Azərbaycan torpaqlarında da məhz belə bir hadisə baş verdi. Bugün biz sizinlə o imperiyanın xarabalıqlarından doğan və adını bugünə qədər yaşadan Atropatena dövlətinin hekayəsindən danışacağıq. Yəqin ki, bu sual çoxlarınıza maraqlıdır. Cavab üçünsə birbaşa Makedoniyalı İskəndərin ölümündən sonraki o qarışıq xaosla dolu dövrə getməliyik. Təsəvvür edin, hər kəs hakimiyyət uğrunda bir-birini qırır, amma bu zaman Azərbaycan torpaqlarında biri var idi ki, o cəsarətlə yeni bir dövlətin təməlini qoyurdu. Gəlin bu maraqlı tarixi səyahətə elə indi birlikdə başlayaq. Yol xəritəmiz isə belədir. Əvvəlcə İskəndər imperiyasının süqutuna baxacağıq, sonra bu xaos içindən Atropatan adlı bir liderin necə parladığını görəcəyik, onun qurduğu dövlətin o dövrün super gücləri arasında necə ayaqda qalmağı bacardığını, oradakı insanların gündəlik həyatını araşdıracaq və ən vacibi Atropatenanın bizə bugünə hansı mirası qoyduğuna nəzər salacağıq. Hekayəmiz, dediyim kimi, Makedoniyalı İskəndərin ölümü ilə başlayır. Düşünün ki, nəhəng bir imperiya bir gecədə başsız qalır. Onun sərkərdələri, yəni diadoxları, dərhal miras uğrunda amansız bir mübarizəyə girişirlər. Bütün region üçün bu sadəcə qan, xaos və qeyri-müəyyənlik demək idi. Əslində, hər şey biraz əvvəl o məşhur Qavaqamel döyüşü ilə başlamışdı. Əhəməni imperiyası süqut edəndən sonra Azərbaycan torpaqları da qalib İskəndərin nəhəng imperiyasının bir hissəsinə çevrilmişdi. Bu, region üçün yeni bir dövrün başlanğıcı idi. Amma heç kim təsəvvür etmirdi ki, bu yeni nizam əslində nə qədər kövrək idi və nə qədər qısa sürəcək. Və məhz bu qarmaqarışıqlığın, bu xaosun içindən hekayəmizin əsas qəhrəmanı Atropat səhnəyə çıxır. O, hamının gələcəkdən qorxduğu bir vaxtda, qarışıqlıqda fürsət görən və tarixin gedişatını dəyişməyi bacaran uzaq görən bir lider idi. Yaxşı, bəs kim idi bu Atropat? O, yerli əhalidən olan çox bacarıqlı bir sərkərdə idi. Elə bacarıqlı idi ki, hətta Makedoniyalı İskəndərin özü onun qabiliyyətini görüb, onu Midiya kimi çox vacib, stratejik bir vilayətə idarəçi, yəni satrap təyin etmişdi. Bu, indiki dillə desək, regionun qubernatoru olmaq demək idi. Və bu vəzifə Atropata həm böyük bir güc, həm də böyük bir nüfuz qazandırmışdı. Qədim dövrün məşhur tarixçisi Strabolun bu sözləri əslində hər şeyi deyir. Atropat, İskəndərin varisləri bir-biri ilə döyüşərkən sadəcə kənarda durub prosesi izləmədi. Xeyr, o cəsarətli bir addım atdı və öz torpaqlarının taleyini öz əlinə aldı. Və bax, o an tarixin dönüş nöqtələrindən biri yaşandı. Atropat Azərbaycanın cənub torpaqlarında müstəqilliyini elan etdi. Bu yeni yaranan dövlət də təbii ki, qurucusunun şərəfinə Atropatena adlandırıldı. Beləliklə, tarixdə tamamilə yeni və bizim üçün çox önəmli bir səhifə açıldı. Əlbəttə, müstəqilliyi elan etmək bir şeydir, amma onu qoruyub saxlamaq tamamilə başqa bir məsələdir. Atropatena yaranan kimi özünü çox çətin bir vəziyyətdə tapdı. Üç tərəfdən o dövrün nəhəng və aqressiv imperiyaları Roma, Parfiya və Selevkilər tərəfindən mühasirəyə alınmışdı. Təsəvvür edin, Atropatenanın varlığı üçün üç böyük təhlükə vardı. Bir tərəfdə İskəndərin mirasına sahib çıxmaq istəyən Selevkilər, digər tərəfdə şərqdə sürətlə güclənən Parfiya, uzaqda isə bütün dünyaya meydan oxuyan yenilməz Roma. Bu, balaca bir dövlətin üç div arasında apardığı, sözün əsl mənasında bir sağ qalma mübarizəsi idi. Bax, bu zaman oxu Atropatenanın nə qədər gərgin bir həyat yaşadığını çox aydın göstərir. Hər şey eramızdan əvvəl 223-cü ildə Selevkillərin hücumu ilə başlayır. Sonra Roma və Parfiya arasında başlayan o böyük müharibənin düz ortasında qalır. Atropatena bu dövrdə sağ qalmaq üçün inanılmaz bir diplomatik çeviklik göstərir. Gah biri ilə ittifaq qurur, gah digəri ilə düşmən olur. Hətta eramızdan əvvəl 38-ci ildə Romanın birbaşa hücumuna məruz qalır. Nihayət, 20-ci ildə onlarla sülh bağlamağa məcbur olur. Bu, daimi təzyiq altında göstərilən heyrətamiz bir siyasi manevr qabiliyyətidir. Yaxşı, bəs bütün bu müharibələr, siyasi oyunlar, saray intrikaları fonunda görəsən sadə Atropatenanın həyatı necə keçirdi? İndi gəlin biraz da döyüş meydanlarından uzaqlaşıb Atropatenanın iqtisadiyyatına və cəmiyyətinin gündəlik yaşamına boylanaq. Atropatena iqtisadiyyatının ürəyi demək olarsa torpaqda döyünürdü. Yəni, əkinçilik və maldarlıq insanların əsas məşğuliyyəti idi. Amma sənətkarlıq da heç geri qalmırdı. Xüsusilə dulusçuluq, metal işləmə və toxuculuq çox yüksək səviyyədə inkişaf etmişdi.
Ən maraqlı məqamlardan biri isə ticarətdə təkcə yerli sikkələrin yox, həm də Selevki və Parfiya pullarının da işlədilməsi idi. Bu bizə nəyi göstərir? Onu göstərir ki, Atropatena qapalı bir ölkə deyildi. Əksinə, qonşuları ilə çox aktiv iqtisadi əlaqələri var idi. Beləliklə, bu qədim dövlətin necə yarandığını, hansı mübarizələrdən keçdiyini və insanların orada necə yaşadığını gördük. Yaxşı, bəs bütün bunların bugün bizim üçün nə əhəmiyyəti var? Niyə 2000 ildən çox əvvəl mövcud olmuş bir dövləti bugün xatırlamalıyıq? Cavab əslində çox aydın və bir o qədər də dərindir. Atropatena bizim üçün sadəcə qədim bir dövlət deyil. O, Azərbaycanın tarixi torpaqlarında formalaşan, bizim dövlətçilik ənənəmizin ilk təməl daşlarından biridir. Bugünkü kimliyimizin, coğrafiyamızın kökləri məhz o dövrlərə, o torpaqlara gedib çıxır. Amma Atropatenanın mirası təkcə dövlətçiliklə bitmir. Bəlkə də ən heyrətamiz məqam odur ki, bu miras elə ölkəmizin adının özündə yaşayır. Bir çox nüfuzlu tarixçi hesab edir ki, Atropatena adı əsrlər boyu fonetik dəyişikliklərə uğrayaraq bugünkü Azərbaycan adına çevrilib. Bu, o qədim dövlətlə müasir respublikamız arasında qırılmaz, canlı bir bağ deməkdir. Sonda isə belə bir fəlsəfi sual ortaya çıxır. Bir dövlətin mirası daha çox adında mı yaşayır, yoxsa bir vaxtlar hökm sürdüyü torpaqda mı? Atropatenanın hekayəsi bizə göstərir ki, bəlkə də cavab hər ikisidir. Ad torpağa bir kimlik verir, torpaq isə o adı əsrlər boyu yaşadır. Bu tarixin və millətin bir-birinə necə höründüyünün ölməz bir hekayəsidir.